يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, biriniz təqvalı olmamıza çağırıram. Allah subhanahu ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellem bizə yollayıb ki, biz ona tabi olaq. Onun dediklərini qəbul edək. Ona qulaq asaq. Ona deyir, hər bir məsələdə tabi olaq. Allah subhanahu ta'ala buyurur ki, mən yuti'ir rasulə fəqad ata Allah. Nisa surəsi 80-ci ayə. Kim Peyğəmbərə, Rasula tabi olsa, Muhammed sallallahu aleyhi ve sellemə artıq Allaha tabi olmuş kimidir. Rasul sallallahu aleyhi ve sellem tabi olmaq Allaha tabi olmuş kimidir. Çünki Allah subhanahu ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellem ona görə yollayıb. Və həmçinin buyurur ki, Allah subhanahu ta'ala وَمَا يَنْتِقَ عَنِ الْهَوَى اِنْ هُوَ اِلَّا وَحْيٌ يُوحَى Allah subhanahu ta'ala buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem danışığından, onun danışığı havadan deyil, onun danışığı vəhdəndir. Yəni, Rasul sallallahu aleyhi ve sellem danışığı da vəhdir. Vəhdən hesab olunur. Və Allah və Rasulü qadağan etdiyi məsələlərdən, haram gördüyü məsələlərdən də biri, qardaşlar, günahsız insanları və ya günahsız insan öz-özünü öldürməkdir. Ümumiyyətlə, insan özünü öldürmək böyük günahlardandır, böyük cərimədir, böyük cinayətdir. Ona görə Allah subhanahu ta'ala bir neçə yerdə Quranda özünü öldürən və ya günahsız insanları öldürən üçün böyük cəzalar vəd edib. Allah subhanahu ta'ala buyurur ki, Mən qatələ nəfsəni bi qeyri nəfsin əv fəsədin fil ardı fəkəənnəmə qatələn nəsə cəmi'a. Maidə surəsi 32-ci ayə. Yəni, kim bir nəfsi və ya yer üzündə bir fəsad eləsə, yəni adam öldürsə, elə bir ki, bütün insanları öldürmüş kimdir. Yəni, təsəvvür elə, günahsız insanı öldürmək, elə bir ki, bütün insanları öldürməkdir. Və təsəvvür elə, insan öldürmək necə böyük günahdır, haqsız yerə. Və təsəvvür elə, birinə görə bütün insanlar ölmüş kimidir. Və təsəvvür elə, insan çox öldürəndə necə olur? Başqa ayda Allah subhanahu ta'ala buyurur, وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً Nisa surəsi 92-ci ayə. Həmçin 93, həmçin Furqan 68-dən 70-əcən. Bunlar hamısı insanı öldürməyə qadağan eləyir, haqsız yerə. Allah subhanahu ta'ala buyurur ki, وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً Yəni, mümini öldürməz. Bir dənə xəta üzərində olsa. Yəni, səhvən. Qəsd öldürməyə deyildi, məsələn. Yəni, mümini qəsdən öldürməz. Ayə mənası budur. Həmçə hədislərdə də bu məsələ barədə çoxlu rivayətlər var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, 7 həlak edir şeylərdən çəkinin. 7 həlak edən şeylərdən çəkinin. Onlardan biri şirki və sehri qeyd edəndən sonra dedi, insan öldürmək. Haqsız yerə.
Və həmçinin başqa hədisdə həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, həmçinin insan öz-özünü öldürməz. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim özün bir şeylə öldürsə, qiyamət günü o şeylə ona əzab olunacaq. Və həmçinin bu hədisdə insan öz-özünü öldürməyə qadağan edir. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim özün dəmirlə öldürsə və ya zəhərlə və ya özün atça hündür bir yerdən qiyamət gündə ona o cür əzab olacaq. Cəhənnəmdə də əzab olacaq ona. Və rivayətdə göstərir ki, Allah tamam bağışlamayacaq. Və cəhənnəmdədir. Və bəzi rivayətlərdə gəlir ki, əbədiyyən. Və həmçinin başqa rivayətdə Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib deyirlər ki, bəs bir kişi gözəl döyüşür. Bəs o belə müsəlmandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o cəhənnəmli idi. Sonra yenə döyüş olur, görürlər ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellem deyən ki, cəhənnəmli idi, yenə döyüşür gözəl. Hətta bəzi sahabələr şəkil düşürlər ki, bəs Rasul sallallahu aleyhi ve sellem nə üçün deyir belə, bəs o axı belə mücahidi və s. Ola ki, döyüşlərin birində görürlər ki, yaralanır, ağrılara dözmür, qılıncdan özünü öldürür. Fikir ver, nə əməl sahibi idi, Rasul sallallahu aleyhi ve sellemdən cihad edirdi. Hətta sahabələrin gözündə böyük mücahid idi göy ki. Lakin dözə bilmədi nəfsi ağrısına. Özünü öldürdü. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cəhənnəmli idi. Onun cihadı da fayda vermədi. Və həmçinin nəinki özünü öldürməyə qardaşlar, hətta başqalarını da öldürmək günahsız, haqsız yerə böyük günahlardandır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem, hətta kafirləri, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim əhd bağlanan kafiri öldürsə, qiyamət günü cənnətin iyi ona gəlməyəcək. Hansı ki, cənnətin iyi 40 illik yoldan gəlir. Ona görə biz bilirik ki, kafirlər 4 növdür. Var müahəd, hansı ki, əhd bağlanan kafirlər, əhd bağlanıb olandan. Sülh bağlanıb. Heç kəs onlara toxuna bilməz. Biri var müstəmin. Müstəmin, yəni tutaq ki, dövlət və ya sən bir hansısa bir qeyri-müsəlmanı dəvət edirsə ölkəvə, ona heç kəs toxuna bilməz. Biri də var kafirlərin növlərindən zimmi. O kafir ki, hansı ki, müsəlman ölkəsində, müsəlmanlar arasında doğulub, yaşayır. Ona heç kəs toxuna bilməz. Həmçinin var 4-cü növ kafirlərin hərbi. Bax, bu növ kafiri öldürmək savabıdır. Amma döyüş meydanında. Döyüş meydanında öldürünə ödüşsən, əla. Amma kafirlər hamısı bir gözlə kör. Bu hamısı İslam deyil, qardaşlar. Bu əhl-i sünnə və cəmaət yolu deyil. Xavaricdən yolu, hansı ki, fərq qoymurdular heç nəyə. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, kim o 3 növ kafirlərdən birini öldürsə, 3 növ kafirlərin 3'üne da aittir bu hədis. Qiyamət günü cənnətini gəlməyəcək. Ona görə həmçinin qardaşlar, özünü öldürməkdə Allah subhanahu qəza qədərinə razılaşmamaq məsələsi var. Və həmçinin səbirsizlik. Və həmçinin başqa günahlar var. Gör nə qədər günahlar daşır o adam. Ona görə qardaşlar, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Ona görə adam həmişə özünü patladanlara, özünü öldürən heç. Lakin problem nədədir? İslam adına özlərini patladırlar. Özü döyüş meydanında yox. Yəni döyüş meydanında olsa deyərsən dəryarı. Lakin cəmaatın gedən yerində. Dəlillə nədir? Kafirlər belə biz dəlil edir. Hələ olmaz. Hələ qisas alma olmaz İslamda. İslamda hələ qisas yoxdur. Şəriətdə yoxdur hələ. O İslam şəriətidir arkadaşlar. Düzdür, ağrılıdır. Müharibədə hər şey ola bilir. Kafirlər hər şey elə bilir. Ona görə biz deyirik ki,
Müharibədən qabaq fikirləş müharibəni başlayanda. Bax, belə şeylər olacaq. Sən dözməlisən. Əgər ki, bir dənə şey oldu, dözmürsən, başlayırsan, dözməməyə o demək deyil, sən şəriyyəti aşkınə özündən qisaslar çıxartkinə. Müharibə ağırdır, aydındır. Ağırlıdır. Ola bilər, insan öz ailəsini itirsin, gözünün qabağında nələr olsun. Ola bilər, lakin insan gəlir özünü saxlayar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o səbir ki, hansı ki, ən əsas səbir, ən qiymətli, savablı səbir, o birinci məqamda səbir etməkdir. Sonradan səbir etməyin qiyməti yoxdur. Ona görə müsəlman gəlir özünü saxlayar. Ya əgər bacarmayacaqsənsə, müharibəyi başlamayırsan. Bacarırsansa, gəlib dözməlisən. Lakin bu demək deyil ki, ola belə ilə sən də eləyə bilərsən. Ona görə Şeyxülislam Rəhməhullah danışıb bu məsələ barədə. Deyir, məsələ, əgər rafizlər söyürsə Öməri, o demək deyil, biz əlini söyməliyik. Və ya xristiyanlar Muhammed sallallahu aleyhi ve sellem söysələr, o demək deyil, biz İsa aleyhissalamı söyməliyik. Kafirlər neynəsə, o demək deyil, biz də ələ eləməliyik. Ona görə alimlər də deyirlər ki, bu əməliyyatlar ki var, intihar əməliyyatları, heç biri İslami deyil. Özü əlhamdülillah bin Baz, Hüseymin, Albani və qeyrilər bunu deyib. Heç biri İslami intihar deyil. Yəni şəhid deyil. Bəziləri Şeyx Albaniyə, rahiməhullah, deyirlər ki, Şeyx Albani icazə verib intihar demək. Şeyx Albani icazə verməyib. Şeyx Albani özü rahiməhullah deyir ki, hal-hazırda ki, bu cür eləyirlər intiharlar. Bunlar heç hamısı intihardır, istişadiyə deyil, şəhidlik əməliyyatı deyil, intihar əməliyyatıdır. Gedib avtobusda, metroda və ya küçədə, bazarda özü patlatmaq, bu İslam deyil. Sadəcə Şeyx Albani rahiməhullah necə deyib başqa bəzi alimlər kimi? O döyüş meydanında. Döyüş meydanında bəzi şərtlərlə. Əgər döyüşün başçısı əmirlədirsə ona. Bəzi hallarda olar. O da döyüş meydanında bəli. Və sənin əməlinlə müsəlmanlar qələbə çalacaq. Böyük bir dəyişiklik olacaq. Lakin bu, o bəzi cavanları anladılar, gör Şeyx Albani deyib, bu Şeyx Albani avtobus üçün, zat üçün deməyib və ya başqa yer üçün. Bazar üçün və s. küçədə. Uşaq ölür, qadın ölür. Ulan qiyamət günü kim çalmayacaq? Ona görə alimlərdən ehtiyatlı olmaq lazımdır, qardaşlar, allatmasınlar sizi. Və İslam gərək hissiyyatla olmuyor. Emotsana. Sən emotsana qoy qırcivvə. Var, əlhamdülillah, şəriyyətimiz, biz şəriyyəti qorumalıyıq. Qorumalıyıq və əməlləməliyik və bunu yaymalıyıq. Ona görə bu hal-hazırdakı intiharlar var, onlar heç biri İslami deyil, qardaşlar. Onlar intihardır, şəhidlik əməliyyatı deyil, intihar əməliyyatıdır. Bunu İslam'a yazmaq lazım deyil. Ona görə Allah Subhanahu buyurur ki, وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا Kim mümini bilə-bilə öldürsə, bilə-bilə فَجَزَاؤُهُ şibən cəzasına فَجَزَاؤُهُ onun cəzası cəhənnəm, 1, cəhənnəmdir. Xalidən fiyhə 2, əbədiyyən qabatı. وَغَدِبَ اللّٰهُ عَلَيْهِ 3, Allah ona qəzəblənər. وَلَعَنَهُ 4, lənətləyər. وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا 5, Allah subhanətələ onu dəhşətli əzab asılıyıb. 5 dənə cəza. Cəhənnəm, əbədiyyən, Allahın qəzəbi, lənəti və dəhşətli əzab. Ən-Nisa surəsi 93-cü ayə. Onu görə Allah subhanətələ itaətində ol yine. Özünü qoru, öz nəfsini qoru. Bilginən ki, nəfsin sənə elə belə verilməyib. O da nəfsin də əmanətdir. Sən də öz əzaların üzərində, öz nəfsin üzərində əmirsən, hakimsən. Və öz nəfsin üzərində, öz əzalarınızda Allahın hökmünə hökm verginə. Ona görə balacalar ki, deyirlər, kim Allahın hökmünə hökm vermir, kafirdir. Onlar bu məsələ aid ediblər dövlət başçılarına. Xeyr, səhvdir. Hamımızda müəyyən qədər hökm var. Hamımız Allahın hökmünə hökm verməliyik. Hətta İbn Həcm deyir, insan öz əzaların üzərində Allahın hökmünə hökm verməlidir.
Bu bir dərə hakimə aid deyil ki, hamımız aiddir. Sən özü çıxaq ki, yox, mənə aid deyil bu. Deyirən ki, ancaq hakimə aiddir, kim Allahın hökmü verirsə kafirdir. Bu sənə də aiddir. Hətta İbn-i Teymiyyə deyir ki, rahimullah, sahabələr müttəfiq idilər hamısı ki, hətta uşaqlar arasında xət çəkən var, balacalar arasında. Xət çəkirə oynamaq üçün. Xət çəkən də orada hakimdir. Onu görə anlamaq lazımdır, şuarla getmək lazımdır, bəzi dəlilləri düzgün təfsir etməklə anlamaq lazımdır, qardaşlar. Bəli, nə baş verir, hamımızı kədərləndirir, lakin çıxış yolu o deyil. Çıxış yolu o deyil. Görürsən, nə qədər İslamda patladıb özün. Bir dəyişiklik oldu, xeyr. Əksinə, hələ zərər. Amma İslam deyən o döyüş meydanındadır və ona böyük xeyr olacaq. Ya qələbə, ya da böyük dəyişiklik. Patladılar özlər, bir xeyr olur, əksinə. O İslami şəhadət əməliyyatı deyil, o intihar əməliyyatıdır. Yəni, özünə qəsd. Ona görə o özünü öldürən, patladan, özünə qəsd edən kimi gedir. Şəhadət kimi yox. Şəhadət sayılmır o, şəriyyətlə. Allah subhanətələ bizə işin faydalardan etsin. Allah subhanətələ bizi fitnədən və əhlindən qorusun. Allah subhanətələ bizi Rasul sallallahu aleyhi ve sellem yolunda sabit etsin. Allah subhanətələ xalqımıza hidayət versin. Allah subhanətələ o müsəlmanlar ki, xəstədirlər. Ya Rab, onları şəfa ver. Ya Rab, tezliklə məscidlərimizi açılmağına kömək ol. Ya Rab, xüsusən də məscidimizi açılmağına kömək ol. Və kimlər məscidləri bağlayır, kimlər mani olur. Ya Rab, onları cəzalandır və başqalarına da dərs olsun. Allah subhanətələ bizə işi faydalardan etsin. Aqul həzə və əstəğfirullah li və ləkum və lisəir-i muslimin min kulli zəmb əstəğfiruhu innəhu huvəl-ğafurur-rəhim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya və mursalin seyyidina Muhammedin və alə alihi və ashabi əcmain. İbadallah, innəllahı ya'muru bil-adli və-l-ihsani və itə'i zil-qurbə və yenhanil fəhşai vəl-munkari vəl-bəği. Ya'idukum la'allakum tadhakkarun və li-zikrullahi akbar vallahu ya'lamu ma tasna'un və aqimus-salat.